Salam değerli dostlar, değerli kardeşler, hamınızı hoş gördük. Sizleri çok burada yormuram. Davay, bir dənə çölə baxın, keçirik evin üzünə baxın, ondan sonra keçirik evdə ətraflı izah verəcək. Gəlin bura. Bir dənə evə baxın, bir dənə baxın belə. Görürsünüz dostlar, jalüz qapıları var, nə bilim darvazası var, hər şey var, necə lazımdır, kapalojla. Ətraflı sizlərə bunları göstərməyə çalışıram. Bildirim ki, bunlar hamısı işlək vəziyyətləri dəyərli dostlarım. Ondan sonra belə baxsınız. Nəysə də bunlar hamısı işlək vəziyyətlərdir. Ev 2 mərtəbədir, hava külək olduğuna görə keçirəm içəridən sizə məlumatları verək. Gəlin buraya. Bir də həyatın tam etizadında görsünlər o birə. Gəlin buraya. Oy Allah. Gel Aşıq, gel qapını qoydum. İlk əvvəl Aşıq xanımdan, Aşıq qapını tut. Aşıq xanımdan hamımızı ilk əvvəl salamlayırıq, keçdik yerə. İzləyicilərimiz təbii qəlbini salamlayırıq. Əlaqə nömrələrini deyirik 051 558 08 28. Aşıq xanımın da nömrəsi 055 570 96 40. Evin qiyməti 110.000 Azərbaycan manatına, keçdik indi ətraflı məlumatlara. Buyurun. Dəyərli dostlarım, büdcə çatırsa bu qiymətə sərf eləyirsə, gəl inşallah daha ətraflı şey edir. 146 nömrəli marşrut xəttinin üstündə 136 nömrəli məktəbə 2 dəqiqə məsafədə. Evdə, ha, 2 mərtəbə. Əsl sultanlara layiq. Dəyərli xanımlar, baxın, bir dənə geniş oturma otağı gəlirəm, çox mükəmməl, qəşəng bir dənə bizim mətbəximiz var. Hər bir şeyini, qabını, qacağını sığdıra biləcəyi geniş mətbəx mebeli buradan bura tutulur. Ölçüsün deyək də 30 kvadrat elə tək mətbəxdir. 6 metrənin 5 metriyədir da. 6-ın 5-ə vuranda nə edir? 30 da, düzdür, 30 kvadrat. Dəyərli izləyicilərimiz hələ bitmir burada, dəyərli xanımlar. Baxın, bu qapının ardında bilirsiniz nə var? Geniş, baxın belə bir qladovkası var. Rahat şəkildə artıq əşyalarınızı sığdıra biləcəyiniz. Dəyərli xanımlar, kim şoraba bağlayır, kim valina bağlayır, rahat bir şəkildə hamısını yığa biləcəyi geniş bir, təbii ki, həm kardrop deyə, həm qladovka deyə, həm bir şey kimi istifadə edə bilərsiniz, dəyərli izləyicilərimiz. Çox genişdir, mükəmməldir. 6 metrənin 5 metriyədir, genişdir. Bir zal, böyük bir zal. Mətbəxlə elə geniş olsa, biz xanımlar üçün o qədər böyük avantajlı. Şöyle keçdik, oturma otağında tərtibatını sizin. Keçək. Çox adamlara mən fikir verirəm Aşıq xanım. Deyirlər elə tez bazar başdan tez bazar qutarı. Elə deyiləm. Elə mən də belə istəyirəm eləyəm. Bir dənə belə eləyə bilərsən belə. Bax, dəyərli dostlarım, Sultan Ofis bizim uzun videolarımızda. Qısa videolarımıza girib baxmaq istəyirsinizsə, bizim YouTube səhifəmizdə budur mənim evim deyə yazaraq səhifədə qısa formalarında girib baxa bilərsiniz dəyərli dostlarım. Budur mənim evim. Baxın indi, inşallah dəyərli dostları, bax, bura evimizin qonaq otağı, sağlıdır. Aşıq xanım, zəhmət olmasa o tildən, bu tildən. Nizədə, mən bu evə qiymətləndirmə vermək istəmirəm. Bu izləyicilərimiz rəylərində öz qiymətlərini yazsınlar. Həqiqətən də 2 mərtəbə, binənin mərkəzi, 136 nömrəli məktəbin yanı, bağça və s. kimi hər bir yerə yaxın, yerdə belə bir gözəl işıqlandırılması olan və çox süper bir həyət evi tapmaq planı verərdim sizə. Çətin müşküldür məsələdir. Yəni bu evi məncə əldən qaçırmaq. Gəlin inşallah belə bir gözəl evimiz olsun. İndi sən nə deyək? Gedin sancar boşanlamağa, o alt üstüdür. Sonra qalxaq evimizin üst hissəsinə. Bax, burada evin sancar boşalı. Duşavoy hazır. Unitas, tülqan, hamısı moydadığına qədər dostlar görürsünüz. Hamısı hazır bir vəziyyətdə. Da nə lazım bundan artıq? Bundan artıq nəsə olur Aşıq xanım? Mükəmməl. Bu yığıb da konkret kapalojla gəl, köç, gir, yaşa. Keçən indi 2-ci mərtəbəyə inşallah. Pilləkənlər də çox səliqəli yığılıb. Pəncərə də boy, buradan pilləkən çıxışıqadır, yanına boyda. Pilləkənlər də çox genişdir və səliqəlidir. Burada istədiyim meyvəni bağlar yuxarıya. Gəl bura. Pilləkənlər var, yarısında belə 40 santı. Yox, çox rahatdır, çox genişdir. Bu pilləkən sənin adı, saray. Gəlin buraya inşallah dostlar. 2-ci mərtəbənin koridorunu birinci göstərək Aşıq xanımın. Gəlin bura. Çox möhtəşəm, səliqəli bir koridordur.
Pəncərəsiz oldu buradan əla. İstəyirsə eyvanı da göstərin. Balkona çıx. Buyurun. Gəl Nasuhan. Gəl. Çox genişdir, çox Hələ gəl qəşəngdir. buradan binaya bax. Bütün bina ayağımın altındadır. Nə boyda. Bütün damların hamısını görürsən. Nə qədər dam var hamısı görsənir. Super bir evdə. Bəli. Yəni keçək otaqları göstərək. Buyurun, Gəl Nasuhan. Birini bir dənə sən görsət, birini də mən. Nə deyirsən? Dəyərli izləyicilərimiz, Bomba kimi də bu. evimiz çox möhtəşəmdir. Yəni öz-özünü tərifləyən evdir. Rövşən bəy sözü olmasın. Görürsünüz, çox qəşəng qapılardır. Mükəmməl şəkildə bəyaz və qızıl işləmələrlə işlənilib, qara bulutuna qədər hər bir şey. Aboylarımız çox qəşəngdir, mərmər dəsənlidir, bu ilin modasıdır. Hələ gələn ildə bu davam edəcək. 20 il bu boy gedər valla. Panorama geniş pəncərələrdə buradan balkonlara açılır. Çox havalı, çox gözəl bir evdir. Otaq da iri şəkildə otaqdır. Bütün mebellərinizi sığdıra biləcəyiniz geniş yataq otaqlarıdır. Çox genişdir. Rövşən bəy. Gəl Nasuhan, Bəli. zəhmət olmasa. Otaqlarımızdan bu da çox genişdir. Ayşən xanım, mənim üçün bu otaq çox mükəmməl bir otaq kimi getdi. Nəyə görə? Həm bu işıqlandırılmalar mənə biraz belə xoş gəldi. Burada elə ki, Yataq başlığına görə bəli. Şifoneri buradan qoydum, nə bilim televizor yeri zadı hamısı olduğuna görə bu otaq mənim üçün daha şeydir. Bir dənə də üst durdu buradan hafizə deyirlər də, türklərdə hafizə deyirlər də. Avizə. Nə? Avizə. Avizə də, hə. Astır, bura oldu kula kimi bir gözəl yataq otağı. Böyük otaqdır, gəlin bura. Yunus, İpiyus. Buradakı uşaq otağının üçün çox yararlıdır. İstər qız olsun, istər oğlan olsun, fərq eləməz. Aboyları elə bir zövqə vurulubdur ki, qız oğlan heç bir fərq eləmədən gəlib burada rahat bir şəkildə özləri üçün yaşaya bilərlər. Və biliyorsunuzlar ki, evimizdə birinci mərtəbədə olmağına baxmayaraq, ikinci mərtəbədə də sanitar boşluqlarımız var və bütün yenidən aksesuarlar qurulu formadadır. Suyu 7-24 saat şollar suyudur. Ceyran batan belə deyil, şollar suyu. Sənədlər qaydasındadır. Real alacaq, indirim olacaq. Təkrarən Aysun xanımın əlaqə nömrələri 055 570 96 40 WhatsApp-ı da var. Rövşən bəyin əlaqə nömrələri 051 558 08 28 dəyərli izləyicilərimiz. Neyəsiniz? Evdə oturmaqdansa, tənbəllikdənsə behi qoysan cibə, gəlirsən bu evi şək, hip, şak alırsan, gedirsən. Allah, alana da satana xeyir versin. Rəylərinizi də yazmağı unutmayın. Buyurun, nə ürək istəyir rəylərdə yazın ki, ətraflı məlumat. Bu evin qiymətini siz verin də. Mən biləm, bir yazılıq 20 min, bir yazılıq 10 min, bir yazılıq 5 min. Ay, inan, bizim o şeydə yoxdur da, millətdə yoxdur, biri yazı 130 min. Qaqaş, bura mı 150 min? Ay, 110 min də ev yox, yazın. Biz izlədiyiniz üçün təşəkkür edirik. Benim cibinizə qoyun, gəlin reallaşın. Sağ olun.